Bismillah. Kur'anın nazil olduğu ay Ramazan. Əvvəli rəhmət, axırı qurtuluş. Bu ayın əvvəli rəhmət, ortası məğfirət, yəni günahların bağışlanması, axırı da cəhənnəmdən qurtuluş olduğunu söyləyən Allahın sonuncu elçisi, yer üzərinə ayaq basmışların ən şərəflisi Muhammed sallallahu aleyhi və səlləm möminlərə bu müjdəni verib. Ramazan ayı gələndə cənnətin qapıları açılır, cəhənnəmin qapıları bağlanır və şeytanlar zəncirlənir. Müsəlman alimlər bu hədisin mənasını belə izah ediblər. Ramazanda yaxşı işlər edən möminə cənnətin qapıları açılar. Cəhənnəmə aparan pisliklərdən çəkindiyi üçün də cəhənnəmin qapıları ona bağlanar. Oruç tutan Allahın izni ilə nəfsinə hakim olub, şeytana tabi olmadığı üçün də şeytanı təsirsiz hala gətirmiş sayılır. Yoxsa ki, bəzilərinin iddia etdiyi kimi, ömrünü içki ilə, başqalarına zülm etməklə, tövhidsiz yaşayaraq keçirənin bu ayda ölməsinin və ya mən müsəlmanam deyib, əslində heç bir təslimiyyatı olmayanın bu ayı yaşamasının ona, həmin şəxsə heç bir faydası yoxdur. Allah bizlərə Ramazanı və ümumiyyətlə bütün dinini özünün razı olduğu kimi yaşamağı nəsib etsin. Allahumma amin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu an la iləhə illə ənt. Əstəğfiruka və atubu ileyk.